Hər kəsi salamlayıram. Deməli, bugün istəyirəm sizə İstanbuldan aldığım bəzi məhsulları bölüşüm. Ümumiyyətlə İstanbulda bilirsiniz ki, geyimlər və s. yemək olsun, geyim olsun və s. hər şey bahadır. Yalnız kosmetikanı ucuz qiymətdən almaq mümkündür. Ona görə də bu dəfəki səfərimdə daha çox kosmetik məhsullara üstünlük verdim. Yəni Gratis və Watsondan bir neçə məhsullar aldım. Bu arada çamadanım yalnız 10 kiloqram əl bagajı olduğu üçün hamısını bir paket şəklində, yəni bura cəmləşdirdim ki, ayrıca olaraq hər birini kloklarda gətirməyim. Birinci növbədə istərdim sizə bunu göstərim. Deməli, 2 dənə belə bir sürüm. Bunun birini bacıma aldım, birini isə özümə aldım. Yəni, həqiqətən qiyməti çox münasib idi. Əgər çeki tapsam, qiymətini belə də deyə bilərəm, amma yəqin ki, çeki tapa bilməyəcəm. Yəni, Revolution markasından belə bir liner aldım. Bu tərəfi eləyim. Daha sonra 2 dənə belə saç məhsulu almışam. Bunun biri Schwarzkopfdan belə bir yəni ki, boyanı əvəz eləyən bir spreydir. Yəni, məsələn, saçlarınızı yığdıqda əgər bu tərəflərdə ağlıq qalırsa, yəni keçəl kimi görsənirsə, o zaman bunu saç rəngimizə uyğun olanını seçirsiniz və vurursunuz. Və bunun ölçüsü də, yəni kiçik ölçü olduğu üçün səyahətlər üçün həqiqətən alverişlidir. Ona görə də sırf bunu özüm üçün aldım. Daha sonra isə bir Beauty-dən belə kiçik ölçüdə quru şampun aldım. Yəni, bunu da sırf səyahət üçün nəzərdə tutmalıyam. Əslində, böyük ölçülü hər şeyi Azərbaycandan da tapmaq, Bakıda da mümkündür tapmaq. Sadəcə mən kiçik ölçüləri Bakıda görməmişəm, ona görə də İstanbuldan almağa üstünlük verdim. Daha sonra Notun belə bir krem pudrasını aldım. Rəngi isə 2 nömrədir, yəni Natural Beige rəngidir. Açığı heç bilmirəm bu necə bir rəngdir, mənə düşəcək yoxsa yox. Zaten orada yəni məhsulların hər biri limitli sayda olduğu üçün əlimə nə keçdisə aldım. Həm də bilmək üçün ki, yəni bunun keyfiyyəti necədir. Səhv etməmsə, endirimlə 10-11 manat aldım. Yəni, əslində qiyməti həqiqətən də çox yaxşı və münasib idi. Bunu nəcəbsə belə elə bağlayıblar ki, biraz açmaq olmur, kleyiblər. Açdım. Belə bu formada açırıq. Rəngi isə budur. Çox güman ki, mənə açıq rəngi olacaq, amma olsun. Onsuz da mən bunu transparan pudra kimi istifadə edəcəm deyə o qədər də rənginin önəmi yoxdur mənim üçün. Daha sonra deməli Revolution'dan belə bir ten paleti aldım. Yəni ən çox istifadə olunan rənglərdir, görürsünüz. Yəni bu hansı ki payız tonları və eləcə də yayda da istifadə olunan rənglərdir. Qara rəng var, qəhvəyinin müxtəlif tonları var, zərli var. Yəni çox gözəl rəngləri var, çox gözəl. Həqiqətən bunu almağıma o qədər sevindim ki, bunun da qiyməti heç 10 manat falan olardı. Yəni çox ucuz idi. Daha sonra Murphy'sin yenə belə kiçik ölçülü saç spreyini aldım. Yəni mən ümumiyyətlə bu spreyləri o qədər çox bəyənirəm ki, baxın, məsəl üçün bu gün saçım o qədər də parlaq və ipək görünmür. Çünki bunu vurmamışam. Əslində bunu vuranda isə saçlarım o qədər gözəl, effektli görsənir ki, ona görə ən sevdiyim məhsullardan biridir. Daha sonra belə yenə də kiçik ölçülü belə bir məhsullar almışam. Deməli, saç darama spreydir bu. Bacımın qızına almışam, ona verəcəm. Əslində, böyük ölçüləri həm də ona görə ala bilmədim ki, yəni əl çamadanda bilirsiniz ki, 50 millidən yuxarı məhsul almaq olmaz. Yenə də belə bir spreyini aldım, Murphy'nin. Bir də bu da keratin effektli olan, 2 fazalı keratin effektli olan məhsuludur. Daha sonra nə almışam? 2 dənə belə maraqlı bir məhsul aldım. 2 dənə marka aldım, yəni bilmirəm, yəni keyfiyyətlərini. Bu elə bir ki, saçınızı yığanda burada codluq yaranır. Yəni bununla saçınızı belə-belə eləyirsiniz və saçınız daha, necə deyim, həm küləkdə və s. dağınıq vəziyyətdə olmayacaq. Yəni xüsusi olaraq da saçınıza at quyruğu yığsanız, o zaman sizin üçün çox gözəl effekt verə bilər. Daha sonra Pure Beauty-nin ən sevdiyim tonalisini almışam. Daha doğrusu BB kremini almışam. 2 rəngini aldım. Həm Natural, həm də Ivory rəngini aldım. Çünki bilmədim özümə hansı rəng daha çox üstünlük, yəni daha çox yaraşa bilər. Ona görə hər 2 rəngini aldım. Bakıda bunun qiyməti bilmirəm neçədir, amma bunu mən 15 manata aldım. O birini artıq açmışam. Bir də İstanbulda, Gratisdə dodaq qələmləri, həqiqətən qiymətləri çox düşmüşdü. Ona görə də belə bir dodaq qələmləri də aldım. Buraya gəlib qarışıb. Golden Rose'dan, bir də Emily markasından belə bir dodaq qələmləri aldım. Əslində 3 dənə, 5 dənə almışam. İkisi artıq çamadanımdadır belə. Yağlıdırlar və rəngləri də möhtəşəmdir. Mən aldığım rənglər 224,
Deməli Emily 224, Golden Rose 532 və bir də burada Licht markası var. Mən bilmirəm bu nə markadır, amma aldım. My Lips markasıdır bu. Bunu heç istifadə eləməmişəm deyə tam bilmirəm. Maybelline Superstay brend, yəni Superstay versiyası 65 nömrə, ən nude rəngdir və o qədər qalıcı pomadadır ki, yəni aşırı dərəcədə qalıcıdır. Mən bunun üstünə qalıcı dodaq pomadası, boyası tanımıram. Yəni bunu alan peşmanlıq xüsusilə 65 nömrə və Bakıda bu arada dedim ki, tapılmır. Mən bunu yəni ki, hardasa 12 manata falan aldım, amma bizdə 18 manatdan aşağı deyil. Daha sonra Himalay markasının belə bir diş pastasını almışam. Ümumiyyətlə Himalay markasını çox bəyənirəm. Hindistana gedəndə ən çox aldığım məhsullardan biridir. Həmişə evdəkilərə də alıram, bacılarıma da alıram və s. hamıya alıram bunu. Çünki çox bəyənirəm. Dişi həqiqətən ağardır. Məsələn, digər markaların adını çəkməyəcəm, xoşum gəlmir. Yəni effektlərindən, amma Himalay markasının diş pastalarını aşırı dərəcədə, hədsiz dərəcədə tövsiyə edirəm. Mütləq alın. Bu arada bunu da indirimdən aldım. Kosmetik məhsullardan çıxdıq. İndi isə bəzi aksesuarlar almışam hədiyyəlik. Gəlin onları sizə göstərim. Ümumiyyətlə Türkiyədə təbii daşların qiyməti daha münasibdir. Atama belə bir təsbih almışam. Bu renk çox qəşəngdir bu arada. Sonra nədir? Belə bir dəst aldım bacıma. Belə çəhrayı rəngdə. Özümə də almışam bu arada bacıma da və elə bir qolbağı da var. Bu da təbii daşdır. Sonra belə bir qolbaq almışam. Bu ağdır, o biri çəhrayı tonlardadır. Bir də belə biraz belə daş materialda, daş məhsuluna, yəni daş rəngində belə bir boyunbağı almışam. Belə. Məncə çox qəşəngdirlər. Mən təbii daşları çox sevirəm. Bu arada yəni aksesuarlar bununla da bitmədi, burada da var. Ay yox, bunlar aksesuar deyil. Bunlar magnitdir. Təbii ki, getdiyim hər ölçədən mütləq magnit almalıyam. Yəni, bu bir qaydadır. Nə qəşəng də paketləyirlər, nə baxın. Gözümün önündə paketi. Bunlar o qədər qəşəng şirindir ki, bunlar pişiklər idi. Bilirsiniz də İstanbul kedilər şəhri kimi tanınır. Ona görə də belə orada pişiklərə özəl belə şirin magnetlər aldım. Baxın. Pişiklərdən biri deməli Taksim meydanındadır, biri də Qalata Kulesinin qarşısındadır. Çox şirindirlər. Çox bəyəndim bunları. Bunu belə bura qoyun. Burada nə var? Burada isə dəmirdir və Türkiyə bayrağında olan bir magnitdir. Bu magnit 100 TL idi, hardasa 4 manat, 30 qəpik falan. Amma pişiklilər ucuz idi. Pişiklilər 25 TL idi. İstər-istəməz qiymət fərqi var materialına görə. Dəmir materialda olan magnetləri mən daha çox sevirəm. Burada da var magnetlər. Bunlar hansılardır? Bunlar da İstanbulda. Pişikdən biri də var. Baxın, evlilik təklif eləyir, pişik. Nə şirindir bu, özdə Qız Kulesinin qarşısında. Çox şirindir. Bundan 2 dənə almışam. Yəqin birini bacıma almışam, birini özümə. Bir də belə bir İstanbul magneti var. Magnetlər hər biri çox qəşəngdir, xoşuma gəldilər. Birdən bunları belə yaxınlaşdırım, belə çəkim. Bunlar belə, magnetlərim belə. Daha sonra corab. O deyirlər, mən corab qadınıyım. Corab almasam olmazdı. Amma corabları hal eləmişəm, bilmirəm. Ona qədər bunu göstərim sizə. Bacımın oğluna belə şirin bir dovşan almışam. Bu nə şirindir. Nə yaxşı almışam bunu. Keşke başqa rəngində alardım o neyse. Dostlar, corabları tapa bilmədim, bunu tapdım. Bir də ki, Çukurun çəkildiyi yerə getdi. Bilirsiniz ki, Balatda, yəni Türkiyənin belə bir şəhər, İstanbulda belə bir qəsəbə var, Balat qəsəbəsi və orada Çukur serialı çəkilibdir. Türklərin ən sevimli
kinolarından biridir. Bu da Baxın Çukurun işarəsidir. Və belə bir təsbih aldım. Bunu da atama aldım. Atam sevinəcək, çünki təsbihləri çox sevir. Biri belə, biri belə. Biri sadə, biri isə serialdan esinlənən təsbih. Təsəvvür edin ki, bu 50 TL idi. Bu da 200 TL idi. Qiymət fərqi özünə deyir. Bir sözünü deyir. Efso. Aldıqlarım bu qədər. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Əslində vaxtım çox olsaydı və yaxud da çamadanım daha böyük ölçüdə olsaydı, əlavə baqaj alsaydım, təbii ki, daha çox məhsullar da ala bilərdim. Bir də qiymətlər təbii ki, münasib olsaydı. Hələlik məni izlədiyiniz üçün təşəkkür edirəm. Nəyi bəyənirsinizsə komment kimi yazsanız sevinərəm.